12-ci sual. Aşağıdakı proqram fraqmentinin yerinə yetirilməsindən sonra siyahıda hansı qiymətlər olacaq? A bərabərdir 5, 4, 3, 2, 1. N bərabərdir len A. Len A uzunluq deməkdir. Hansı ki, burada A siyahısında olan elementlərin sayıdır. Sayaq 1, 2, 3, 4, 5. Deməli, N bərabərdir 5-dir. For I in range N, yəni 0, 1, 2, 3 və 4 yazırıq. A-nın i-nci indeksi plus bərabərdir i. Bu ifadənin mənasını artıq bilirik. Yəni, A-nın i-nci indeksi bərabərdir. A-nın i-nci indeksi üstəgəl i yazılışıdır. İndi bu hissəni iki hissəyə bölək. Bu hissədə indeks yazaq. Digər hissədə isə ədəd yazaq. Burada indekslərimiz 0, 1, 2, 3 və 4-dür. Ədədlərimiz isə 5, 4, 3, 2, 1-dir. Bu hissələri cəmlədikdə görürük ki, bu hissədə 5-dir, bu hissədə 5-dir, bu hissədə 5-dir, bu hissədə 5-dir və bu hissədə 5-dir. Burada təqdim olunmuş fraqment yerinə yetiriləndən sonra siyahıda bütün elementlər 5-ə çevrilir. Doğru cavabımız D bəndidir.